Niye ailemizle ve qohumlarımızla vaxt geçirmək bizə çox rahat və güvəndə hiss etdirir? Çünki orada aid olma ehtiyacımız tamamlanır. Hər birimizin aid hiss etməyə, olduğumuz kimi görülməyə, sevilməyə, qəbul edilməyə ehtiyacımız var. Və ailəmizlə, qohumlarımızla və yaxınlarımızla bu ehtiyacımız tamamlanır. Bu o demək deyil ki, bizi daim tərifləyirlər, təsdiqləyirlər və ucaldırlar. Bəzən çox tənqid eləyirlər. Bəzən də sadəcə narazı şəkildə sən beləsən də deyirlər. Amma əsas odur ki, səni real şəkildə qəbul edirlər və bütün neqativ xüsusiyyətlərinə baxmayaraq və bütün pozitiv xüsusiyyətlərlə birlikdə səninlə görüşməyə davam edirlər. Və belə bir mühitdə sən daim var olmağa davam etmək istəyirsən. Çünki doğrudan da sadəcə var olduğun üçün dəyərli olduğunun fərqində varırsan. Və bu cür mühitlərdə nəsə içmək, nəsə danışmaq, nəsə yemək, nəsə bişirmək, elə hamısı çox zövqlü olur. Çünki sən aid olduğun yerdəsən. Və burada sənin çox gözəl, çox uğurlu, çox bacarıqlı, çox nələrsə etməyinə ehtiyac yoxdur. Çünki burada sadəcə olaraq varsan və sadəcə olaraq var olmağın dadını çıxara bilərsən. Bəs sən bu mövzuda nə fikirləşirsən? Sənə ailənlə, yaxınlarınla vaxt keçirmək necə hiss etdirir və hansı ehtiyaclarını qarşılayır? Belə paylaşımların davamı üçün səhifəmi izləyə bilərsən. Bu səhifədə mən psixoloji mövzularda fərqindəlik yaratmağa çalışıram və real həyatla əlaqələndirirəm.